Birinci hissə. 1971-ci ilin bir gecəsində bir adam təyyarədən tullandı və o heç vaxt tapılmadı. ABŞ-da Şuşan günü bayramına cəmi bir gün qalırdı. Hava limanlarında adi günlərdən daha çox sərnişin vardı. İnsanlar bayramı ailələrlə keçirmək üçün ölkənin müxtəlif şəhərlərinə yollanırdılar. Portlanddan Seattle-ə uçacaq Northwest Orient Airlines reysi də həmin günün onlarla daxili uçuşundan sadəcə biri idi. O dövrdə hava limanlarında təhlükəsizlik bugünkü qədər ciddi deyildi. Sərnişinlər metal detektorlardan keçmir, əl yükləri isə indiki kimi yoxlanmırdı. Məhz bu boşluq həmin gün baş verəcək hadisədə mühüm rol oynayacaqdı. Günorta saatlarında təxminən 40 yaşlarında görünən bir kişi Portland Beynəlxalq Hava Limanına daxil oldu. O, Seattle istiqamətində bir tərəfli bilet aldı və adını Dan Cooper olaraq qeyd etdirdi. Əynində tüt rəngli kostyum, ağ köynək və qara qalstuk vardı. Əlində isə qara portfel daşıyırdı. Davranışı son dərəcə sakitdi və onun digər sərnişinlərdən fərqləndirən heç nə yox idi. Cooper digər sərnişinlərlə birlikdə təyyarəyə mindi və 18C nömrəli oturacaqda əyləşdi. Təyyarə havaya qalxdıqdan bir müddət sonra o ekipaj üzvlərindən biri olan stüardessa Florence Schaffneri yanına çağırdı və ona qatlanmış bir kağız uzatdı. Stüardessa əvvəlcə bunun telefon nömrəsi olduğunu düşündü və qeydə fikir vermədi. Cooper isə sakit səslə dedi: "Xanım, yaxşı olar ki, həmin kağıza baxasınız, çünki çantamda bomba var." Məhz bu cümlə ilə ABŞ tarixinin ən məşhur təyyarə qaçırılması hadisəsi başlamış oldu. İkinci hissə. Xanım stüardessa bunun zarafat olduğunu düşündü. Lakin Cooper'ın sakit və ciddi baxışları bunun heç də zarafat olmadığını göstərirdi. Stüardessa onun yanına əyləşdi. Cooper portfeli yavaşca açdı. İçəridə qırmızı rəngli silindrlər bənzər 8 ədəd obyekt, onlarla bağlanmış naqillər və böyük bir batereya görünürdü. Amma həmin an stüardessanın buna şübhə etməsi üçün heç bir səbəb yox idi. Cooper sakit səslə tələblərini sadaladı. O, $200,000 nağd pul, 4 paraşüt və təyyarə Seattle şəhərinə enən kimi yanacaq doldurmaq üçün hazır vəziyyətdə bir yanacaq maşını istəyirdi. Əgər tələblərin yerinə yetirilməsə, bombanı partladacağını bildirdi. Stüardessa deyilənləri dərhal pilot kabinetinə çatdırdı. Təyyarənin kapitanı William Scott vəziyyəti hava hərəkət dispetçerinə xəbər verdi. Bir neçə dəqiqə sonra məlumat artıq aviaşirkət rəhbərinə və federal qurumlara da çatdırılmışdı. Ən maraqlısı isə Cooper'ın davranışı idi. O nə qışqırır, nə hədələyir, nə də panika yaradırdı. Hətta bu müddətdə içmək üçün burbon və qazlı su sifariş etmiş, siqareti yandırmışdı. Təyyarədə olan digər sərnişinlər isə baş verənlərdən xəbəri yox idi. Bu vaxt pilotlara fərqli bir tapşırıq verildi. Seattle hava limanında tələb olunan pul və paraşütlər hazırlanarkən vaxt qazanmaq üçün təyyarə şəhərin üzərində bir müddət dövrə vuracaqdı. Kabində isə heç kim bunun əsl səbəbini bilmirdi. Sərnişinlər sadəcə enişin gecikdiyini düşünürdülər. Təxminən 2 saat sonra hər şey hazır idi. Təyyarə enişə icazə verildi. Qarşıda isə hadisənin ən həyəcanlı mərhələsi başlayacaqdı. Üçüncü hissə. Təyyarə axşam saatlarında Seattle hava limanına endi. Cooper əvvəlcən dediyi kimi heç kimə zərər vermədi. Bundan sonra o bütün sərnişinlərin və 2 stüardessanın təyyarəni tərk etməsinə icazə verdi. Artıq təyyarədə yalnız kapitan William Scott, ikinci pilot William Ratas, bort mühəndisi Harold Anderson və digər stüardessa Tina Muklov və Dan Cooper qalmışdı. Lakin hadisə hələ bitməmişdi. Cooper pilotlara yeni marşrut verdi. Onun istəyi ilə təyyarə Meksika istiqamətində uçmalı idi. O, həmçinin təyyarənin təxminən 3000 metr hündürlükdə və aşağı sürətlə hərəkət etməsini tələb etdi. Bu adi sərnişin üçün qəribə görünə bilərdi, amma sonradan məlum oldu ki, Cooper hər detalı əvvəlcən planlaşdırmışdı. Saat 19:40-da təyyarə yenidən havaya qalxdı. Bu dəfə göyərtədə sərnişin yox idi. Bir müddət sonra Cooper Tina Muklova kokpitə keçməsi tapşırdı. Bundan sonra kabinədə tək qaldı. Ekipaj artıq onu görə bilmirdi. Pilotlar yalnız arxa hissədən gələn zəif səsləri eşidirdilər. Bir neçə dəqiqədən sonra təyyarənin arxa pilləkəni açıldığı barədə xəbərdarlıq siqnalı yandı. Saat təxminən 20:13-də ekipaj qəfil təyyarənin arxa hissəsindən güclü təkan hiss etdi. Sonradan mütəxəssislər hesab etdilər ki, həmin an Cooper paraşütlə təyyarədən tullanmış ola bilər. Çöldə isə hava son dərəcə əlverişsiz idi. Güclü yağış yağır, küləyin sürəti artırdı. Aşağıda sıx meşələr və dağlıq ərazi uzanırdı. Belə şəraitdə paraşütlə enmək son dərəcə təhlükəli idi. Pilotlar Reno şəhərinə çatana qədər kokpitdən çıxmadılar. Təyyarə yerə endikdən sonra federal agentlər dərhal içəri daxil oldular. Lakin Cooper artıq orada yox idi. Onun arxasına qalan yeganə şey isə qalstuğu və bir neçə şəxsi əşyası idi.
Bəs o doğrudan da sağ qala bilmişdi, yoxsa ABŞ tarixin ən cəsarətli cinayət planı elə həmin gecə faciə ilə baş çatmışdı? Bu sualın cavabını tapmaq üçün FBI tarixin ən böyük axtarış əməliyyatlarından birinə başlayacaqdı. 4-cü hissə. Qarşılarında kimliyi bilinməyən bir adam, harada olduğu məlum olmayan bir paraşüt və $200.000 pul vardı. Araşdırmaya Noryak adı verildi və bu FBI tarixinin ən uzun davam edən əməliyyatlarından birinə çevrildi. İlk günlərdə agentlər ehtimal olunan eniş bölgəsini axtarmağa başladılar. Meşələr, dağlıq ərazilər və çay kənarları yoxlanıldı. Lakin nə Cooper'dan, nə də pullardan heç birisi tapılmadı. 5-ci hissə. İllər keçdikcə araşdırmada bəzi yeni ipucular ortaya çıxmağa başladı. Hadisə yerində tapılan ən vacib sübutlardan biri Cooper'ın təyyarədə qoyduğu qara qalstuk idi. FBI bu əşyadan mümkün qədər çox məlumat əldə etməyə çalışdı. Daha sonra aparılan analizlər onun kimliyi haqqında bəzi ehtimallar yaratsa da, nəticədə hələ də Cooper'ı müəyyən etməyə kifayət etmədi. Ən böyük dönüş nöqtəsi isə 1980-cı ildə baş verdi. Washington ştatında Kolumbiya çayının sahilində yaşayan bir ailənin uşağı qum içində köhnəlmiş pullar tapdı. Pulların üzərində serial nömrələr yoxlanıldıqda məlum oldu ki, onlar 1971-ci ildə Dan Cooper'a verilən $200.000 fidyənin bir hissəsidir. Bu tapıntı illərlə davam edən sirrə yeni suallar əlavə etdi. Əgər pullar çayın kənarına tapılmışdısa, bu Cooper'ın həmin əraziyə yaxın düşdüyünü göstərə bilərdi. Amma eyni zamanda başqa sual yaranırdı. Niyə yalnız kiçik bir hissə tapılmışdı? Qara pullar harada idi? Və ən əsası, Cooper həmin gecə sağ qalmışdı, yoxsa bu pullar onun son izləri idi? FBI araşdırması davam edirdi, lakin cavablardan çox yeni suallar ortaya çıxırdı. Final. FBI Cooper'ın kimliyini müəyyən etmək üçün minlərlə məlumat araşdırdı. Bir çox insan şübhəli kimi yoxlanıldı, amma heç bir bu hadisə ilə qəti şəkildə əlaqələndirilə bilmədi. Ən çox müzakirə olunan şəxslərdən biri Richard McCoy idi. Bəzi oxşarlıqlar olsa da, FBI onun Dibby Cooper olduğunu sübut edə bilmədi. 2016-cı ildə FBI bu işi aktiv araşdırmadan çıxardı. Lakin Dibby Cooper adı hələ də tarixin ən məşhur açılmamış sirlərindən biri olaraq qaldı. Bəlkə də Cooper'ın ən böyük sirri onun necə qaçması deyil, kim olduğunu heç vaxt öyrənə bilməməyimizdir.